Ermənistandan Azərbaycana malların ixracı da mümkündür. Qlobal İnfaz xəbər verir ki, bu barədə Ermənistan İqtisadiyyat Naziri Gevorg Papoyan jurnalistlərə açıqlamasında deyib. Yalnız idxal deyil, ixrac da mümkündür. Gözləyin, hər şey mümkündür. Gürcüstan dəmir yolundan kifayət qədər rəqabətli tarif almışıq. Buna görə də imkanlar çoxdur. Düşünürəm ki, yaxın gələcəkdə həm Gürcüstan, həm də Azərbaycan tərəfi növbəti uğurlu razılaşmadan bəyanat verəcək və biz də bunu təsdiqləyəcəyik, deyə nazir bildirib. Papoyan qeyd edib ki, ixrac edilə biləcək mallar arasında alüminium, heyvanlar, meyvə-tərəvəz, bəzi növ içkilər, müxtəlif növ tekstil məhsulları var. Aparılan araşdırmalar göstərir ki, bizim ixrac etdiyimiz mallar var. Azərbaycan isə onları idxal eləyir. İndi bu barədə danışıqlar gedir, deyə nazir əlavə edib. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.